Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Ehli muhalifler bizə, şialərə suallarımıza, rəddiyələrimizə cavab verə bilmədiklərinə görə başlayırlar haqqul nəsə girməyə və yalan danışmağa və üstümüzə haqq yükləməyə. Amma bunu da elimcizcəsinə deyirlər. Onlardan biri məsələn budur ki, deyirlər ki, rafizilər, şialər və yaxud ki, cəfhərilər sahabəyə, sahabəni görən şəxslərə və bir qrup Peyğəmbər zamanəsində yaşamış şəxslərə söyür, təhqir edir və s. və ilaxır. Birincisi, heç bir şiə, yəni hansı şiə, öz əqidəsini oxuyub, öz əqidəsini yaşayan şiə heç kimi təhqir etmir. Nəinki sahabə, heç ateisti, deisti, agnostiki, xristiyanı, yahudini və s. və ilaxır şəxslər təhqir etmir. Çünki təhqir zaten İslamda haramdır. Təhqir nədir? Kimisə vicdanını, vücudunu, ailəsini dil tənəsi uzadasan, dil uzadasan, aşağılayasan, buna deyərlər təhqir. Bu İslamda zaten haramdır. Bu zaten haramdır. Amma siz söhbəti başa düşürsünüz həmişə kimi. Əgər sizin qəsdiniz, niyyətiniz lənətdirsə, lənət haçandan söyüş olub ki. Çünki lənət zaten özü bir duadır. Rəhmətin antonimidir. Rəhmət də özü duadır. Məsəl üçün, Allah rəhm etsin, Allah rəhmət etsin. Yəni Allahın rəhmətində olasan. Bu duadır, xoş duadır. Gözəl duadır, həsən duadır. Və bunun antonimi nədir? Allah lənət etsin. Yəni Allahın rəhmindən uzaq olasan, Allahın nəzərindən uzaq olasan. Bu da zaten duadır da. Bunu da Allahdan istəyirsən də. Bunun söyüşən aidiyyəti var. Əgər ki, lənət, söyüş olsaydı, onda Allah-u Teala qeyd etmişəm. 18 surədə 36 ayədə Allah estəğfirullah söyüş söyür. Məsələn, hələ mən tapdıqlarım bunlardır, bəlkə də çoxdur. Bəqara surəsinin 88, 89, 159, 161-ci ayələri. Ali İmran surəsinin 61 və 87-ci ayələri. Nisa surəsinin 46, 47, 52, 93 və 155-ci ayələri. Maida surəsinin 13, 60, 64 və 78-ci ayələri. Ərəf surəsinin 38 və 44-cü ayələri. Tövbə surəsinin 68-ci ayələri. Hud surəsinin 18, 60, 99-cu ayələri. Rad surəsinin 25-ci ayələri. Hicr surəsinin 35-ci ayəsi. İsra surəsinin 60-cı ayəsi. Nur 7, 23-cü ayələri. Qəsəs 42, Ənkəbud 25, Əhzab 57, 61, 64, 68, Sad 78, Müminin 52, Muhammed 23, Fəth 6. Və adı saydıqlarım surələr və ayələr Allah özü lənətdə oxuyur və lənəti də oxutdurur. Mömin insanlara, onların içində peyğəmbərlər də var və mələklərə. Axı lənət haçından söyüş olub. Sədəqəllahu aliyyul azim.